10 illiklər keçir. Dəblər, istəklər dəyişir. Amma dəyişməyən bir reallıq var. Toy etmək. Toyu qəlizləşdirən isə ağır maliyyə yüküdür. Əvvəllər şadlıq sarayları sadəcə məkan və yemək təklif edirdisə, bu gün onlar toy sahibinin əvəzinə menyunu, müğənniləri, çəkiliş qrupunu, bir sözlə toya aid hər şeyi təklif edirlər. Maraqlısı odur ki, qiymət artımı inflyasiyadan daha sürətli gedir. Bütün dünyada qəbul standarta görə müştəri sifariş edə bilər. Müştərinin yerinə öncədən fiks təsbit olunmuş standart olaraq önünə qoyulması qəbul edilməzdir. Təəssüf olsun ki, uzun müddətdir tək başına sifarişçi tərəfindən deyil, sifarişi qəbul edən şəxs tərəfindən qiymətlər diktə edilir. Bu da əlbəttə qəbul edilməzdir. Bununla bağlı müvafiq dövlət qurumları müvafiq tədbirlərin görülməsi vaxtıdır və qanunda öz əksini tapmalıdır. Çünki vətəndaşın başqa seçimi yox. Vətəndaş hər yerə getsə belə bütün şadlıq evlərində eyni qaydada öncədən təsbit olunmuş, fiksə müəyyən olmuş qiymətlər təsbit olunmuşdur. Və onun qarşısını almaq üçün yeganə dövlət qurumlarının müdaxiləsi məcburidir, lazımdır. Ən böyük problem isə seçim azadlığının olmamasındadır. Restoran sizə deyir, müğənnini mən verəcəm, fotoqrafı mən təyin edəcəm, dekoru mən quracam. Bu halda toy sahibinə heç bir seçim hüququ verilmir. Ayrı-ayrılıqda sanki bir konsert şirkətinin nümayəndəsi kimi müğənniləri həmin menyuya daxil edilməsi əlbəttə bu qəbul edilməzdir. Biz 9-a yaxın fərqli müğənnilər burada iştirak edəcək, bunların da ödənməsi və nəticədə qiymətlərin şişirdilməsinə yol açmaqdadır. Bakıda lüks adı ilə təqdim olunan 150 manatlıq menyu ilə regiondakı 40 manatlıq menyu arasındakı vizual fərq çox azdır. Problem ondadır ki, paytaxtdakı status davası qiymətləri süni şəkildə göylərə qaldırır. İnsanlar keyfiyyətə deyil, zalın tavanındakı çılçırağın parıltısına pul ödəyir. İnsanlar bəzən bazarda və yaxud da ki, hansısa bir törələrdə, mərasimlər tərtib eləyərkən ailə büdcəsini nəzərə almadan sanki sosial yarışa qoşulurlar. Hətta böyük banklarda borclanmaya məruz qalırlar, yüksək faizlə kredit götürürlər, həvəsli şəkildə götürürlər və sonradan bax bu götürdüyü kreditlər onların başının bəlasına çevrilir və ailə koaliziyalarına, konfliktə gətirib çıxarır. Çünki bu demək ki, insanların gəlirləri ilə onların arzuları arasında uyğunsuzluq var. İnsanların gəlirləri ilə arzuları arasında uyğunsuzluq onlarda deprivasiya saldosu yaradır. Yəni özləri məmnun hiss eləmir. Bunu təmin eləmək üçün isə məcbur olub, onlar faizlə kreditə girirlər bu mərasimləri keçirməyə və yaxud da ki, müəyyən istehlak xərclərini həyata keçirməyə. Və bu da nəticədə onlar üçün böyük bir problem yaradır. Avropa və Amerikada toy zalı anlayışı bizdəkindən tamam fərqlidir. Orada insanlar ilk növbədə məkanı icarəyə götürürlər. Catering, yəni yemək, musiqi və bəzək tamamilə fərqli şirkətlərdən, fərqli qiymətlərlə sifariş edilir. Onlar süfrəyə deyil, atmosferə və emosiyaya pul ödəyirlər. Bizdə isə pul süfrədə toxunulmayan, sonda isə tullantıya gedən o artıq təyyamlara xərclənir.